Salam, bugün 7-ci sinif biyologiyadan ekosistemlərdə qida münasibətləri, qida zəncirləri mövzusunun izahını verəcəyik. Baxaq. Yer kürəsində hara baxsanız, hər hansı bir yaşayış mühitində müxtəlif canlıların yaşamaq üçün bir-birindən asılı olduğunu görərsiniz. Canlılar arasında hansı növ qarşılıqlı münasibətlər mövcuddur? Biz keçmiş dərsimizdə öyrənmişik ki, canlılar arasında qarşılıqlı əlaqənin 3 növü var. Mutualizm, kommensializm və parazitizm. Nədir mutualizm? Mutualizm zamanı iki fərd müştərək həyat sürür və bu müştərək həyat tərzi hər iki canlı üçün faydalıdır. Məsələn, biz buna misal göstərdik ki, kəpənək, çiçək və yaxud da arı, çiçək və s. Arının çiçəyi tozlandırması və s. Hər ikisi üçün faydalıdır. Daha sonra kommensializm isə biri üçün faydalıdır, digəri üçün təsirsizdir. Məsələn, at pıtrağının hər hansı bir heyvanın bədəninə yapışması bu zaman at pıtrağı üçün faydalıdır, çünki toxumlarını yayır, amma heyvan üçün təsirsizdir. Daha sonra üçüncü növü isə parazitizmdir. Parazitizm isə biri üçün faydalıdır, digəri üçün isə zərərlidir. Məsələn, bit insanın qanını sovurur. Bu bit üçün xeyirlidir, çünki qidalanır, amma insana isə zərərlidir, qan azlığını gətirib çıxarır. Deyir ki, sizcə bu münasibətlər həmişə faydalıdırmı? Xeyr, faydalı deyil. Məsələn, parazitizm biri üçün faydalıdır, digəri üçün isə ziyanlıdır. Bayaqki misalı əsasən. Fotosintez. Bitkilərdə bilirik ki, fotosintez prosesi gedir. Fotosintez prosesi nədir? Bitki fotosintez prosesi zamanı reaksiya tənliyini yazaq göstərək. Karbon qazından və sudan istifadə edərək glikoza, C6H12O6 və oksigen yaradır. Burada əmsallaşdırmanı da aparaq. Bitki fotosintez prosesində karbon qazı və sudan glikozanı və oksigeni yaradır. Yəni üzvü maddəni yaradır. Deməli, bu zaman bitki suyu torpaqdan kökü vasitəsi alır. Biz bitkiyə su verən zaman o kökü vasitəsi alır. Havadan da karbon qazını alır və qida maddəsini, oksigeni yaradır. Və beləliklə biz həmin qida maddəsindən, bitkinin yaratdığı qida maddəsini həm bitki istifadə edir, həm biz özümüz istifadə edirik, yəni digər canlılar istifadə edir. Həmin bitkinin fotosintez prosesi nəticəsində yaratdığı oksigenden də istifadə edib tənəffüs prosesimizi həyata keçiririk. Ekosistemdə ümumiyyətlə qarşılıqlı əlaqələr var. Əsasən də bu qarşılıqlı əlaqələr qidalanmağa görədir və qidalanmaya görə qida zəncirinin ilkin halqasını produsentlər təşkil edir. Nədir produsent? Produsentlər avtotrof orqanizmlərdir. Avtotrof orqanizmlər dedikdə özü üçün lazım olan üzvü maddəni hazırlaya bilən canlılar nəzərdə tutulur. Məsələn, yaşıl bitkilər. Yaşıl bitkilər fotosintez prosesi nəticəsində sudan və karbon qazından istifadə edərək günəşin təsirinin nəticəsində nə edir? Glikoza və oksigen yaradır. Yəni özü üçün üzvü maddəni yarada bilir. Deməli, yaşıl bitkilər, bəzi bakteriyalar avtotrof orqanizmlərdir. Heyvanlardan da yaşıl evqiləni və volvoksu misal göstərə bilərik ki, avtotrof orqanizmlərdir. Avtotrof orqanizmlərdə qida zəncirinin birinci halqasını təşkil edir. Produsentlər adlanır. Daha sonra gələk konsumentlərə. Konsumentlər isə özü üçün üzvü maddəni hazırlaya bilmir. Başqası hazırlayır, o da qidalanır. Hazır olaraq qidalanır. Konsumentlər heterotrof yolla qidalanırlar. Konsumentləri də biz qida zəncirinə görə birinci dərəcəli konsumentlər, ikinci dərəcəli konsumentlər və üçüncü dərəcəli konsumentlər olaraq 3 qrupa böləcəyik. Yaxşı, bunlar hansılardır? Deməli, birinci dərəcəli konsumentlər belə deyək, otla qidalanırlar. Bitki ilə qidalanırlar. Məsələn, əgər heyvan bitki mənşəli qidalanırsa, bu herbivordur. Əgər heyvandan qidalanırsa, karnivordur. Həm bitki ilə, həm heyvandan qidalanırsa, ornivordur. Qida zəncirinin birinci halqasını təşkil edir herbivorlar. Çünki herbivorlar bitki mənşəli qida ilə qidalanır. Yaxşı, bəs herbivorlar hansılardır? Məsələn, şəkilə baxın, diqqət yetirək. Zebra, qoyun, daha sonra məsələn kərgədan, kəpənək, bunlar hər biri bitki ilə qidalandığına görə biz bunları herbivor adlandırırıq. Və bitki ilə qidalanan heyvanlar qida zəncirinin birinci dərəcəli konsumentləridir. Bəs ikinci dərəcəli konsumentlər hansılardır? Karnivorlar isə heyvanla qidalanır. Deməli, birinci dərəcəli konsument ot bitkilərlə qidalanır. İkinci dərəcəli konsument isə heyvanla qidalanır. Heyvanla qidalanan hansılardır? Məsələn, burada misal göstərə bilərik köpək balığını, timsahı, bayquşu. Bəs omnivorlar nədir? Omnivorlar isə konsumentlərin üçüncü dərəcəli konsumentlərdir ümumiyyətlə. Omnivorlar isə həm bitkilərlə, həm də heyvanlarla qidalanır. Məsələn, ayını, qarğanı, kirpini misal göstərə bilərik.
Düşün, müzakirə et, paylaş. Siz hansı növ konsumentsiniz? Sizcə bütün insanlar eyni növ konsumentdirmi? Biz hansı növ konsumentik? Biz dedik ki, həm bitki ilə, həm heyvanla qidalanan hansıdır? Omnivorlardır. İnsanlar həm bitki mənşəli qidalarla, həm də heyvan mənşəli qidalarla qidalanır. Deməli, insan omnivordur. Aha, sizcə bütün insanlar eyni növ konsumentlərdirmi? Xeyr, bəzi insanlar var ki, ətdə qidalanmır. Məsələn, veterinerlər. Bunlar deməli heyvan mənşəli qidadan qidalanmır. Yalnız bitki mənşəli qidadan özünə lazım olan enerjini əldə edirlər. Fəaliyyətə də baxaq. Qida zəncirinin qurulması. Ləvazimat rəngli karandaş A4 kağızı deyir ki, müzakirə edin. Şəkildə A4 kağızı 4 halqadan ibarət zəncir qurun. 4 halqadan ibarət zəncir quraq burada. Yaxşı. Birinci dərəcəni nə təşkil etməlidir? Avtotrof bitkilər, yəni produsentlər təşkil etməlidir burada birinci dərəcəli halqanı. Birinci dərəcəmiz olsun bu ot bitkisi. Aha. Bu ot bitkisi ilə nə qidalanır? Çəyirtkə qidalanır. Yaxşı, çəyirtkə ilə nə qidalanır? Qurbağa qidalanır. Qurbağa ilə nə qidalanır? İlan qidalanır. Belə bir zəncir qurmaq olar. Daha sonra görə bizə nə deyir burada? Əgər təqdim olunan qurduğunuz qida zəncirində konsumentlər neçənci halqa və ya halqalarda yerləşir? Deməli, birinci dərəcə produsentdir, ikinci dərəcədə isə konsumentlər yerləşir. Əgər təqdim olunan şəkildə redusentlər də olsaydı, onlar hansı halqa və ya halqalardan sonra qeyd etməli olardınız? Redusentlər də olsaydı, biz demişik ki, redusentlər hər bir halqadan sonra gələ bilər. Nəyə görə? Çünki bütün canlıların belə deyək də son parçalama məhsullarını üzvü qalqlara qədər nedir? Minerallaşdırır. Daha sonra redusentlər həyatda heç də bütün bitkiləri herbivor və yaxud da bütün heyvanları karnivorlar yediklərinə görə ölmürlər. Bəzi heyvan və bitkilərin həyatları xəstəlik və qocalıq səbəbindən sona çata bilər. Ümumiyyətlə, deməli, çürüyən bitki qalıqları ilə heyvan cəsədlərindən qidalanan heyvanlar isə detrivorlardır. Məsələn, soxulcanı misal göstərə bilərik, yengəci misal göstərə bilərik ki, bunlar detrivordur. Detrivor nədir? Çürüyən bitki qalıqları ilə və heyvan cəsədləri ilə qidalanan heyvanlardır. Bununla belə detrivorlar da belə deyək, canlıların üzvü parçalama enerjisini əldə edən canlılara çürücü orqanizmlər də deyilir. Ümumiyyətlə üzvü qalıqlarla detrivorlar bitki qalıqlarını və heyvan cəsədlərini tam istifadə etmirlər. Yenə də onlar da tullantı əmələ gətirə bilirlər ki, üzvü qalıqlardan ibarət tullantı. Məsələn, bəzi göbələk və bakteriyalar bu tullantıları daha sadə minerallara qədər parçalayır. Həm detrivorlar, həm çürücü orqanizmlər redusentlərə aiddir. Deməli, redusentlər nə edir? Üzvü qalıqları minerallaşdırır. Onlar da heterotrof orqanizm. Ümumiyyətlə, həm konsumentlər, həm də redusentlər hər ikisi heterotrof orqanizmlərdir. Yəni, özü üçün üzvü maddə hazırlaya bilmir. Amma produsentlər isə avtotrof orqanizmlərdir. Özü üçün lazım olan üzvü maddəni özü üçün hazırlayır. Qeyri-üzvü maddədən hazırlayır. Redusentlər qida zəncirində bütün canlılara əlaqə olduğu üçün zənciri hər bir halqasından sonra yerləşə bilər. Baxaq bu qida zəncirinə. Burada produsent ot bitkisidir, yaşıl bitkidir, ağacdır, daha doğrusu ağacdır. Aha, ağacda nə qidalanıb? Birinci dərəcəli konsument, ilkin konsument. Biz dedik ki, ilkin konsumentlər ot bitkiləri ilə, ümumiyyətlə bitkilərlə qidalanır. İkinci dərəcəli konsumentlər isə ot yeyən bitki ilə qidalanır. Aha, bəs üçüncü dərəcəli konsument isə omnivorlardır. Üçüncü dərəcəli konsument isə belə deyək, heyvan yeyəndən qidalanır. Daha sonra öyrəndiklərinizi tətbiq edin. Öyrəndiklərinizi tətbiq edin deyil. Müəyyən zamanda ekosistemdəki ilanların sayı hədsiz çox artmışdır. Bu ərazidə produsentlərin birinci və ikinci konsument sayında hansı dəyişiklik baş verəcəkdir? Deməli, ilanların sayı hədsiz çox artıbsa, burada qida zəncirində çəyirtkə bitki ilə qidalanır. Qurbağa çəyirtkə ilə qidalanır. İlan qurbağa ilə qidalanır. Kirpi də ilanla qidalanır. Əgər ilanın sayı çox artıbsa, kirpi ilanla qidalandığına görə kirpinin də sayı artacaq. İlanın sayı çoxalıbsa, ilan qurbağanı yediyinə görə qurbağanın sayı azalacaq. Qurbağanın sayı azalıbsa, qurbağa çəyirtkə ilə qidalandığına görə çəyirtkənin sayı artacaq. Çəyirtkənin sayı artıbsa, çəyirtkə də bitki ilə qidalanırsa, bitkinin sayı azalacaq. Kirpilərin sayında dedik ki, azalma müşahidə olunacaqmı? Əgər ilan sayı artıbsa, kirpi ilanla qidalandığına görə kirpinin də sayı artacaq, azalmayacaq. Öyrəndiklərinizi yoxlayın. Qida zəncirinin sol halqasında omnivor ola bilərmi? Bəli, məsələn, burada omnivor verilib. Kirpi, məsələn, bu qida zənciri sondadır, omnivordur. Yəni, həm bitki, həm heyvandan qidalandırır. Məhv olmuş produsentlərin qalıqlarını mineral maddələrə qədər parçalayan canlılar ola bilər. Aha, mineral maddələrə qədər parçalayan redusentlərdir. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olmağı unutmayın.